Əlbəttə, 29 aprel üçün bürclərin proqnozları belədir. Qoç, bugün enerjiniz yüksəkdir, ancaq düşünülməmiş addımlardan qaçın. Səbirli olsanız, uğur sizinlə olacaq. Qısa məsləhət tələsməyin, planlı hərəkət edin. Buğa, işdə yeni fürsətlər qarşınıza çıxa bilər. Maddi məsələlərdə diqqətli olun. Qısa məsləhət, qərar verməzdən əvvəl yaxşı düşünün. Əkizlər, sosial həyatınız canlanır, yeni insanlarla tanış ola bilərsiniz. Danışıqlar zamanı açıq sözlü olun. Qısa məsləhət, ünsiyyətdə dürüstlük önəmli olacaq. Hərçəng daxili hissləriniz güclənəcək. Ailəvi məsələlərə xüsusi diqqət yetirin. Qısa məsləhət, ürəyinizin səsinə qulaq verin. Şir ambisiyalarınız sizi irəli aparacaq. Lakin təkəbbürdən uzaq olun. Əməkdaşlığa açıq olun. Qız detallara diqqətiniz artacaq. Planlarınızı yenidən gözdən keçirmək faydalı olacaq. Qısa məsləhət, kiçik detallar böyük nəticələr gətirə bilər. Tərəzi harmoniya və balans axtarışında olacaqsınız. Münasibətlərdə tarazlıq önəmlidir. Qısa məsləhət, hisslərinizi açıq şəkildə ifadə edin. Əqrəb, gizli məsələlər üzə çıxa bilər. Duyğularınızı idarə etməyə çalışın. Qısa məsləhət sakitliyinizi qoruyun. Oxatan yeni ideyalar sizi həyəcanlandıra bilər. Səyahət və öyrənmə arzusu güclənir. Qısa məsləhət, yaxşı bir plan quraraq addım atın. Karyera sahəsində əhəmiyyətli qərarlar gündəmdədir. Ciddi və məsuliyyətli davranın. Qısa məsləhət, nizam-intizam sizə uğur gətirəcək. Dolça, fərqli baxış bucaqlarını qiymətləndirin. Dostlarınızdan dəstək ala bilərsiniz. Qısa məsləhət, açıq fikirli olun. Balıqlar, intuisiyanız güclü olacaq. İncəlik və anlayış münasibətlərdə üstünlük qazandıracaq. Özünüzə və hisslərinizə güvənin. İstəsən bunları ayrı-ayrı daha geniş formada da yaza bilərəm. İstəyirsən?